5 il 2 ay verdilər. Dəqiq idi. Məhkəmə zalından bağladılar. Ay Allah. Ya, Çıxdı buradan. gəlin dostlar, gəlin. TikToker Yılduza Hacıyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Xəzər rayon məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə vəkillər müdafiə çıxış edib. Arzum isə son söz deyib. İlk gündən özümü təqsirli bilmirəm. Kimsə yüksək sürətlə yanımdan keçib qəza eləyəcəksə, mən niyə təqsirli olmalıyam? 6 ayda səbəbsiz yerə uşaqlarıma həsrət qalmışam. Məhkəməyə inanıram. Ədalətli hökm çıxarılacağını ümid edirəm. Daha sonra hökm elan edilib. Məhkəmə xanım müttəhimi ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli hesab edib. Hökmə əsasən Arzum cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. TikToker məhkəmə zalında həbs edilib. Məhkəmə bu hökmü çıxararkən törədilmiş cinayətin ağır nəticələrini, habelə zərər çəkmiş tərəfindən barışığın əldə olunmamasını yüngülləşdirici halların tətbiqinə mane olan amil kimi qəbul edib. Qeyd eləyək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı Şanqan markalı avtomobili idarə edən Arzum sola dönmə manevr eləyərkən arxadan gələn Mercedes markalı avtomobillə yanından toqquşub. Nəticədə Mercedes idarə etmədən çıxaraq maniyaya çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb. Həyat yoldaşı Səlinbay Muradova isə ağır xəsarət alıb. Arzum isə qəza baş verdikdən sonra zərər çəkmişləri köməksiz vəziyyətdə buraxaraq hadisə yerindən qaçıb. O eyni gündə Almaniyaya gedib. Həmin ölkədən heç nə olmamış kimi fəaliyyətinə davam edib. Kim yanına? Get ora. Arada ha.